Sual oxu. Səhifə görüm neçədir bir dənə qeyd eləyərəm. Səhifə 45 7-ci sual oxu. Aygül. Ben bize oxuyası değil mi? Yox, sən oxu. Deyir ki, boşluqlara uyğun ifadələri yazaraq mətni tamamla. Natrium və xlor atomları birləşdikdə natrium oktet qaydasına uyğun olaraq elektronları verir. Xlor isə elektronları alır. Alır. Niyə? Çünki natrium... Niyə Aygül? Natrium nədir? Metaldır. Xlor isə qeyri-metaldır, elə? Metaldır, xlor da qeyri-metaldır. Aha, sonra? Mən metallar verməyin tərəfdarıdır. Qeyri-metallar isə almağın tərəfdarıdır. Aha, sonra? Sonra bu atomlar arasında iyon rabitəsi yaranır. Sonra? Hidrogen və xlorun birləşməsi zamanı hidrogen və xlorun birləşməsi zamanı hidrogen elektronu Yox. Zəhra kömək edə bilərsən? Hidrogen dublet, xlor isə oktet qaydasına uyğun olaraq kovalent Yox. Bax, bura dəqiq dubletdir, Aygül. Çünki hidrogen sənə öyrətmişəm də. 1s2 formasına düşür deyə dublet. Xlor isə oktet qaydasına uyğun olaraq tək elektronlarını istifadə edib ortaq elektron cütü hesabına hansı növ rabitə yaradır? Kovalent rabitə əmələ gətirir. Sonra? Sonra deyir ki, bu atomlar arasında bir rabitə olur. Çünki niyə? Hidrogende də bir dənə tək elektron var. Bəli, xlorda 3s2p5-dir. Bir dənə təki var. Olur bir dənə rabitə. Sonra deyir ki, bu molekuldan fərqli olaraq iki oksigen atomu birləşdikdə isə alınan molekulda, mən burada biz H2O-yu deyirik, yəni. Yox, iki oksigen atomu birləşdikdə, yəni bir dənə oksigen başqa bir oksigenlə əlaqəyə girdikdə, hər oksigenin iki dənə təki var da, o atılışı çəkir deyil kublarına. Hərəsinin iki dənə təki var, onlar arasında bax belə bir rabitə yaranır. İlk dərslərdə demişdik. Sonra demişdim ki, bu iki hər ikisinə aid olan bir tərəf olur da, rabitə bu formada olur. Bəli, o 4 dənə yaranan hər ikisinə sayılır. Deməli, 2 dənə rabitə yaranır, 2 rabitə olur. Sonra, amma azot olsaydı 3 rabitə deyərdi, Aygül. Tamam, bəli. Sonra deyir ki, natrium xlor, H-xlor və O2 maddələrindən ən yüksək ərimə və qaynama temperaturuna natrium xlor malikdir. Çünki H-xlor və oksigen molekul kristal qəfəsinə malikdir. Molekulyar quruluşlu maddələr Zəhra ərimə qaynama temperaturu nisbətən zəifdir. Amma natrium xlor iyon kristal qəfəsli maddə qeyri-molekulyar sayılır. Onların ərimə qaynama temperaturu isə nisbətən yüksəkdir. Aydındır? Davamını oxu Aygül. Bəli. Deyir ki, ondan sonra deyir ki, çünki o bərk halda, burada mənim molekulyar ya da qeyri-molekulyar olduğunu deyəcək. Yox, o bərk halda, natrium xlor bərk halda hansı kristal qəfəsi yaradır? Bu burada natrium xlor iyon kristal qəfəsinə əmələ gətirir və bu qəfəs xeyr, iyon kristal qəfəsi. Və bu qəfəs digər iki maddənin əmələ gətirdiyi, bu da yəni natrium xlordur. Bax, deyir ki, bunlardan ən yüksək ərimə qaynama temperaturuna malik olan natrium xlor idi. Çünki o bərk halda iyon kristal qəfəsi əmələ gətirir və bu qəfəs digər iki maddənin əmələ gətirdiyi molekul kristal qəfəsindən daha davamlıdır. Başa düşdün? Bəli, orada çünki var deyə molekul kristal qəfəsi əriməyə də. Əriməsi azdır. Aydındır, ərimə temperaturu, qaynama temperaturu azdır. Sonra 8-ə də baxaq, yekunlaşdıraq.